Değerli tələbələr, hər birinizi xoş gördük. Söz verdiyimiz kimi Xudafərində təhsil şənbəsinə start verdik. Bu nə deməkdir? Hər həftənin çalışacağıq ki, hər həftənin şənbə günləri videolarımız paylaşılsın və bu videolar YouTube videolar olacaq və sizin bizə ünvanladığımız suallar əsasında çəkəcək əsasən və əlavə olaraq da YouTube kanalımızda əlavə maarifləndirici videolar, tədbirlərimiz və s. paylaşılacaq. Ona görə də YouTube kanalımızı izləməyi unutmayın. Əlavə suallarınız da yaranarsa şərh bölməsinə qeyd edirsiniz. Xatırlayırsınızsa bir neçə gün əvvəl Instagram səhifəmizdə DP ilə bağlı video çəkiləcəyini və suallar ünvanlamağınızı xahiş eləmişdik. Həmin suallar hal-hazırda mənim qarşımdadır və hər birini tək-tək cavablayacağım. Əlavə suallarınızda təkrar olduğu təqdirdə bizim Instagram səhifəmizə də yaza bilərsiniz, WhatsApp-a da qeyd edə bilərsiniz. İlk sualla başlayaq. Ardıcıl getmirəm çünki yəni qarışıq suallar və ilk sual odur ki, dövlət proqramı hansı xərcləri qarşılayır? Dövlət proqramının hansı xərcləri qarşıladığı təbii ki, tam təqaüd olduğu üçün fully funded scholarship hesab olunur. Bura bizim daxili təhsil haqqımızın tamamilə ödənilməsi miqdarından asılı olmayaraq, əlavə olaraq dövlət proqramı sizin yaşam xərclərinizi də qarşılayır. Yaşam xərcləri hər ölkəyə, hətta bir ölkənin daxilində müxtəlif şəhərlərə görə dəyişə bilir. Ona görə həmin belə deyək, hansı ölkə üzrə nə qədərdir və ya hansı şəhər üzrə nə qədərdir, biz YouTube videosunun altına link əlavə edəcəyik. Həmin linkdə o haqqda məlumatlar da əlavə əldə edə bilərsiniz. Əlavə olaraq sizin viza xərclərinizdir, sığorta xərclərinizdir və gediş-gəliş biletiniz də dövlət proqramı tərəfindən qarşılanır. Digər növbəti suala keçək. Dövlət proqramı üçün hansı sənədlər lazımdır? Təbii ki, standart sənədlərin siyasi əlavə olunacaq, yenə də link olaraq. Amma ümumi olaraq deyim ki, birinci növbədə əsas çalışın, universitet qəbulunuzu vaxtında alasınız və bu qəbul şərtsiz qəbul olmalıdır. Yaxud yalnız təhsil şərti ola bilər orada. Yəni, məzun olmaya görə şərt ola bilər. Amma məsələn, tutaq ki, İngilis dili sertifikatınızın olmadığına görə şərt varsa, qəbul eləmir dövlət proqramı bunu. Ona görə şərtsiz qəbul və yaxud da ki, yalnız təhsilə görə şərtli qəbul. Dil sertifikatınızı mütləq vurğulamalıyam, çünki onun da alınması vaxt alan prosedurlardandır. Minimum C1 olmalıdır. Bu IELTS ekvivalentində 7-dir. Duolingo'da isə 130 təxminən qəbul edilir. Belə, digər təhsil sənədləri, rekomendasiyalar, yəni xasiyyətnamələrdir, sağlamlıq haqqında araşdırır. Bunlar zaten qısa müddətdə hazır oluna biləcək sənədlər olduğu üçün bunlar haqqında geniş danışmıram. Onlara şərh bölməsindəki linkdən daha ətraflı və dəqiq siyahıya belə deyək, siyahını da əldə edə biləcəksiniz. Növbəti sual, ortalamam 85-dir. İngiltərə və Amerika bu ortalama ilə realdırmı? Realdır, çünki bizim dövlət proqramı ilə 81%2 ilə, 81%24 ilə, 42 ilə, Avstraliyada, UK-də, hətta Amerikada 83-dən falan təhsil alan tələbələrimiz var. Ona görə də realdır, sadəcə ixtisasda rəqabət dəyişə bilər. Yəni, seçdiyiniz ixtisas üzrə ola bilər ki, o qədər belə deyək, rəqabətli universitetlər sağlansın ki, siz universitetə qəbul almaqda çox çətinlik çəkərsiniz GPA üzrə və s. Çünki dövlət proqramının özünün tələbi zaten 81 ortalamadır. Amma bu universitetə görə dəyişə bilir. Və düzgün seçim lazımdır ki, məsəl üçün, hansına daha çox şansınız olar və hansına bu ortalama ilə qəbul ola bilərsiniz. Universitetə qəbul olduqdan sonra isə düzgün şəkildə intervyu hazırlaşmaq lazımdır ki, daha uğurlu nəticə əldə edəsiniz. Növbəti sual, dövlət proqramı ilə qiyabi, distant təhsil mümkündürmü? Xeyr, dövlət proqramı sadəcə və sadəcə ənənəvi metodla təhsili dəstəkləyir. Ona görə mütləq qəbul məktubunuzda və yaxud müraciət etməzdən öncə də diqqət eləyin ki, ənənəvi təhsil üçün müraciət edirsiniz. Sonra, növbəti sual, dövlət proqramı üçün din balı minimum neçədir? Gəlin birinci növbədə bunu aydınlaşdıraq, bəzi tələbələr qarışdırırlar, çünki dövlət proqramı magistratura və doktorantura üzrə adətən din balı tələb eləmir. Və mənim hal-hazırda dediklərim növbəti ilə aid qaydalardır, çünki bu ilin qaydaları hələ ki açıqlamayıb, sadəcə siyahı açıqlanıb. O siyahını da belə deyək, yenə də videonun altında link olaraq qoyacaq, baxa biləcəksiniz. Din balı bakalavrlar üçün lazım olur adətən. Bu da bəzi ixtisaslar qoyublar, o ixtisasların dəqiq siyahısında görəcəksiniz. Texniki və s. tipli ixtisaslar olanda 400 baldan yuxarı tələb edirdilər əvvəlki illərdə və digər sahələr olanda 500-550-yə qədər qalxa bilirdi. Yəni, hələ bu il üçün tam yanan olmuşdur, dəqiq demək olmur. Amma bir də nəzərinizdə olsun ki, sizin SAT balınız 75%-dən yuxarıdırsa,
onda sizdən din balı adətən tələb edilmir. Daha bir növbəti sual, dövlət proqramı Duolingo qəbul edirmi? Açıq bu sualı digər sualların arasında cavabladım. Bəli, 130 Duolingo ilə əvvəlki illərdə qəbul edilibdir. Bu ilin belə deyək, elanı hələ ki paylaşılmayıb. Adətən mart ayında falan paylaşılır, yəni nəzərinizdə olsun. Daha sonra bakalavr oxuyub gələndən sonra 5 il işləməliyikmi? Bəli, istənilən təhsil səviyyəsinə getdikdən sonra gəlib 5 il Azərbaycanda əmək fəaliyyətindən məşğul olmalısınız. Din balı üçün 250 plus bal kifayət edirmi? Yəqin ki, bakalavrda bunu soruşan, xeyr. Amma sizin SAT balınız varsa, demə ehtiyac olmayacaq. Əvvəlki qaydalara əsasən. Doktorantura üçün də mümkündürmü? Bəli, artıq doktorantura üçün də mümkündür. Bu il üçün isə yeni bir şərt əlavə edilər ki, top 200 ilə qəbul olmalısınız doktorantura üçün. O da nəzərinizdə olsun. Sonra IELTS və SAT neçə bal lazımdır? Bunu da sığa cavabladım. IELTS 7 olmalıdır. SAT də minimum 75%-dən yuxarı. Bu da 1200 plus deməkdir. Belə. Ya da ki, din balınız varsa SAT tələb edilməyə bilər. Əvəzində din balınızı belə deyək, SSTV ixtisasa uyğun təqdim etməlisiniz. Bu proqram ilə hansı ölkələrə gedə bilərik? Sonuncu sualdır bu arada. Təkrar qeyd edirəm. Bu sadəcə Instagram üzərindən gələn suallardır. Əlavə suallarınız olasa şərh bölməsinə qeyd edin. Bizim əməkdaşlar sizin suallarınızı cavablandıracaqlar və ya Instagrama qeyd edə bilərsiniz. Bu proqram ilə hansı ölkələrə gedə bilirik? Bu da dediyim kimi siyahı iləndir. Yəni dövlət proqramı hər il siyahı açıqlayır ki, bu siyahı üzrə olanda mənə müraciət mümkündür. Bu siyahı da bu il üçün artıq açıqlanıbdır 12 yanvar tarixində. Elə həmin siyahını da bu videonun altında link olaraq qoyacağıq. Detallı baxa bilərsiniz. Bəzi dəyişikliklər də yer alıb. Məsələn, top 10 belə deyək, anlayışı yenə də qalır. Bu o demək ki, siz top 10-dan qəbul aldığınız təqdirdə siyahıda olmayan universitetlərdən belə deyək, müraciət edə bilərsiniz ki, sizi maliyyələşdirsinlər. Amma yeganə fərq odur ki, University College London, UCL əvvəlki illərdə müraciətlərin çoxluğunu nəzərə alaraq top 10 statusu orada nəzərə alınmır. Sadəcə siyahıda olan ixtisasla UCL-ə müraciət edə bilirsiniz. Belə, bunlar mənim dövlət proqramı haqqında sizin verdiyiniz suallar olan cavablarımdır. Növbəti videolarda görüşmək ümidi ilə. Əgər ki, növbəti videoların belə deyək, hansı mövzuda, hansı proqram haqqında, hansı ölkə təhsil haqqında çəkilməsi ilə bağlı xüsusi istəyiniz varsa, onu da şərh bölməsinə əlavə edə bilərsiniz. Bir də bizdə konsultasiyalarımız daimi şəkildə ödənişsizdir. Ofisdə və yaxud da ki, onlayn şəkildə ola bilər. Konsultasiyalara yazılmaq üçün də aşağıda qeyd olunacaq nömrələrlə əlaqə saxlayarsınız. Onlar sizin üçün vaxt təyin edəcəklər. Vaxtınız üçün təşəkkür edirəm.